Bax, ümumiyyətlə saat mövzusu o qədər məndə şagirdlər olub ki, saat mövzusuna gələndə sıraz qorxurlar ki, ucu neçənci müəllimədir, siz öyrədirlər, mənə çatmır da, çətindir. Qorxuram bu mövzudan. Amma mən öyrədəndən sonra deyirlər, burada çətin heç nə yox imiş ki. Yəni mən ümumiyyətlə çalışıram, lüboy çətin mövzunu asanlaşdırım. Çünki onu hamı bacarır, düzdürmü? Bax, indi mən sənə bayaq deyirəm ki, 4-ə kimi biraz fərqlidir. Düzdür? Saat 1-ə işləyib də 1-ə первого deyirik, düzdürmü? 2-yə второго deyirik, 3-ə третьего deyirik, 4-ə четвертого. Bunu yazmışam. Qalanlarına sadəcə məntiq işlətmək lazımdır. Düzdür? Məsəl üçün 5 5 deməkdir. Düzdür? Yanına ova, ogo yazılır, ova deyilir. Ova əlavə edirik. Nəticədə nə olur? Пятого. Piyatova. Keçək 6-ya. 6 bilirəm ki, nədir? 6. Şest. Düzdürmü? Ova əlavə edirəm. 6-ya necə deyəcəm? Шестого. Şestova. Sonra 7 nədir? Семь. Aysa. Əgər məsələn bunun yanına ova əlavə etsən, nəticədə nə olacaq? Semova eşidiləcək, düzdürmü? O da düzgün olmur. Ona görə də səslənmək üçün rahat olduğuna görə m-nın yerinə d gətirirlər. Və nəticədə necə olur? Daha doğrusu d-nı da əlavə edirlər m-dan qabaq. Nəticədə necə olur? Sedmova. Мова. Sedmova. Aysa. Седьмого. Sem, amma 7-yə işləyibdən danışanda biz deyəcəyik sedmova. 8 nədir? Восемь. Aysa. Deməli, fikirləş görüm 8-ə necə deyəcəm? Peki baxım. Восьмого. Восьмова. Восьмого. Молодец. Восьмова. Hı. 9. Девять. 9. Deməli, 9-a necə deyəcəm? Девятого. 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 Ага. Девятого. Десятого. Умница. 11'ə söz biraz uzundur. 11'го. Одиннадцатого. 12'yə. Burada da biraz söz uzundur. Тринадцатого. Yox, o 13'dür. Onda yoxdur saatda. Ой. Две. 12. 12. Onlar bunları yazatdınız. Ha, nə olmur? Deməli, 11'ə necə olur? Одиннадцатого. 12'yə. Двенадцатого. 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 Ay, sağ ol.